Oh, no, no, no. I'm not your mom, not your mom. Mm-mm, mm-mm. My name is Catherine. Bu nənəyə bircə dəqiqə fikir verin. Deməli, bu videodakı yaşlı qadın öz doğduğu qızını tanımır. Bundan da betəri öz adını yadına salmaqda çətinlik çəkir. Bu durumun adı demensiyadır və yaxud da xalq arasında bilinən adıyla Alzheimer'dir. Alzheimer xəstəliyi demensiyanın ümumi demensiya xəstəliyinin növlərindən biridir. Deməli, bu vəziyyət yaşlılarda ortaya çıxır təbii ki. Günümüzdə baxmayaraq ki, daha da cavanlaşıb xəstəlik 50'li yaşlarda da görünür. Amma ümumilikdə yaşlıların xəstəliyidir. Mən sizə deyə bilmərəm ki, bunları etsəniz %100 bu xəstəlikdən uzaq olacaqsınız. Amma mən sizə bir-iki şey paylaşmaq istərdim ki, hansı ki bunlara əməl etsək, müəyyən qədər bu xəstəliyin qarşısını özümüz üçün ən azından almış ola bilərik. Deməli, bunlardan birinci növbədə nə qidalanmadır, nə də başqa bir xəstəliklər. Ən birincisi sosiallıqdır. Belə ki, bir insan nə qədər sosialdırsa, onun beyin sağlamlığı da o qədər yaxşı olacaq. Təbii ki, aqressiv sosiallıqdan söhbət getmir. Dostlarla görüşmək, bir-biri ilə fikir mübadiləsi etmək, sevdiyi insanlarla xoş vaxt keçirmək və sevdiyi insanların əhatəsində olmaq. Xüsusən də yaşlılar təəssüf ki, bunun yoxluğunu yaşayır. Belə ki, bir dönəmdən sonra övladların başı öz işlərinə qarışır, dostların müəyyən qismi həyatdan köçür və yaşlılar həddən artıq yalnızlıq çəkməyə başlayırlar. Və bu onların beyin sağlamlığı üçün heç də xoş deyil. İkincisi stressdir. Belə ki, bir çox xəstəliklərin demək olar ki, əsas təməlində yatan səbəb stressdir. Gündəlik məruz qaldığımız və zamanla birikən stresslər. Buna görə də həyatınızı elə nizamlamağa çalışın ki, ən azından stress kontrolunu müəyyən qədər öz əlinizdə tutmuş ola biləsiniz. Və növbəti nüans təbii ki, bir qrup xəstəliklərdir. Hansı ki, bu xəstəliklər də direkt olaraq stresslə çox əlaqəlidir. Bu qrup xəstəliklər hansılardır? Qan təzyiqidir, belə ki, həddən artıq təzyiqin yüksəlməsi, tibdə arterial hipertoniya deyilir bu duruma. İkincisi, şəkərli diabet. Üçüncüsü, insulin rezistentliyinin pozulması və piylənmə, kökəlmə. Və dördüncü, bütün bunları ümumiləşdirsəm, metabolik sindrom. Yəni, metabolik sindroma aid yenə təzyiqin yüksəlməsi, şəkər rezistentliyinin pozulması, daha doğrusu insulin rezistentliyinin pozulması, şəkərin yaranması və artıq çəki. Məhz bunlar insan orqanizminin normal fəaliyyətini pozan durumlardır və bunlar nəyə görə narahat edir və nəyə görə demensiya xəstəliyinə və yaxud da Alzheimer xəstəliyinə gətirib çıxarır. Bunun səbəbi ondan ibarətdir ki, məhz bu xəstəlikləri birləşdirən ümumi bir xüsusiyyət var. Hər biri damar sağlamlığını zədələyir. Yəni, beyni qidalandıran damarlarımızı da həmçinin funksiyasını pozur. Bəzisi bu damarları daraldır, bəzisi isə içini tıxıyır. Nəticədə beynin qanla qidalanması pozulur və bu da bir müddətdən sonra beyin toxumasının, belə deyək ki, get-gedə çöküşünə səbəb olur və nəticədə Alzheimer demensiya dediyimiz durum ortaya böyük bir potensialla çıxa bilər. Ona görə də dediyim, niyə bu nüansları nəzərə alsaq, bu xəstəliyi müəyyən qədər önləmiş ola bilərik və təbii ki, bu xüsusən də yaşlı olduğumuz durumlarda çox önəmlidir.